Aleyküm, hər vaxtınız xeyir olsun. Bura Bakı şəhəri Yasamal rayonu Sovetski. Bir ildir burada Alyans şirkəti tərəfindən söküntü işləri aparılır ki, burada ailələr qalıb. Şəxsən bizim ailəmiz qalıb, burada biz qalmışıq. Heç bir tədbir görülmür. Cənab prezidentimiz İlham Əliyevə, Mehriban xanıma, cənab nazirimizə, Yasamal rayonu icra başçısına, Bakı şəhəri icra başçısına müraciət eləyərək yazılı şəkildə, qanuni şəkildə müraciətlərimiz davam edir. Hal-hazırda bu Alyans şirkəti heç kimi nəzərə almadan məhkəmə prosesi getdiyi halda gəldi bir neçə gün öncə bütün məhəlləni zabora aldı ki, biz buralar açıq idi çünki, bu hissə açıq idi. Çəkirdim, paylaşırdım. Texnikalar gətirdiyiləndə, hər hansı bir qanunsuz bir iş görüldüyündə çəkirdik, paylaşırdıq ki, qanunumuzun, qaydamızın, cənab prezidentimizin, nazirlərimizin, aidiyyatı orqanların xəbəri olsun. Dünən axşam son yekunlaşdırma işlərini görüblər. Bax, görürsünüz, buranı bağladılar, oranı bağladılar. Bütün çərçivəni zabora aldılar. Mənim də evim bax buradadır. Bax, bu ev mənim evimdir, qalmışam burada. Bu evin arxasını, sağını, solunu mən heç cür görə bilmirəm. Məcburam ki, çıxım dama, damdan çəkiliş eləyim, göstərim sizə. Çünki bunları bağladılar ki, mən çəkib paylaşmayayım, görməyim hansı texnika gəlib. Dünən gecə saatlarında məhkəmə getdiyi halda, hal-hazırda Yasamal rayon məhkəməsi tərəfindən bizim işimiz baxılır. Şirkət tərəfindən məhkəməyə verilmiş idi deyə bizim işimiz gedir orada. Məhkəməyə veriblər bizi ki, çıxın evinizdən. Biz buranı bina tikəcəyik, satacağıq milyon yarımdan, 2 milyona. Baba, o böyük texnikadır. Baba gəlib səhər saatlarında, gecə saatlarında burada deyir ki, mən düzəltmə işləri görürəm, yəni düzəldirəm buraları. Sən burada yaşaya-yaşaya bu böyük texnikanı burada işlətdikcə mənim evimə zərər deyir. Sabalam gəl deyəcəklər ki, bu ev avariyani vəziyyətdir. Fövqəladə Hallar Naziri deyəcək ki, bu ev avariyani vəziyyətdir. Cənab prezidentimiz İlham Əliyevdən, Mehriban xanımdan, cənab nazirimizdən xahiş eləyir artıq dərəcədə bu prosesə qanuni şəkildə sərəncam verilsin. Yasamal rayon icra başçısı Elşad müəllim də gəldi, evin yeri ilə tanış oldu, evi gördü. Gördü ki, Alyans şirkəti bizi şikayət edib 13 kvadratlı evimiz, amma bizim evimiz 120 kvadratdan çoxdur. Nə həyətimizi ölçdülər, nə damdan dama ölçdülər. Ölçdülər, yenə də ölçdülər, 105 kvadrata yaxın çıxdı. Amma yenə də çıxdılar, getdilər. Məhkəməyə verdilər, Yasamal rayon məhkəməsi. Gülnar Babazadə, hakim. Qərarla tanış olduqdan sonra gəldi bizim evimizlə də tanış oldu. Gözünün şahidi oldu ki, həqiqətən də burada 13 kvadrat deyil, 120-dən çox kvadratı var bu evin. Getdi və heç bir sərəncam vermədi. Ekspertini təyin elədi. Ekspert də gəldi, ölçü elədi. Gördü ki, bəli, 100-dən çox kvadratı var bu evin. Getdilər. Getdilər, hal-hazırda heç kimi məlumatlandırmamış. Bu gördüyünüz bu vaqonları, bu vaqonları görürsünüz də, bu vaqonları, bütün kamera sistemi, bütün nə bilim dəmirlərlə, bütün avadanlıqlarla təchiz olunaraq xırda-xırda başlayıblar işə. Dünən gecə də gördüyünüz bu texnikanı gətirib gəliblər ki, biz buranı düzəldirik. Mənim asfalt çəkəcəklər bura, park eləyəcəklər buranı, amma texnika, o boyda texnika var, gördüyünüz oradan tap-batarab üzü yuxarı çıxıb ora. İndi sabah mənim evim bu divarlara bitişiydi. Hamısı bir-birinə bitişiydi. Deyəcək, mən bu evi almışam, mən bu evi sökürəm. Sənin evə demirəm ki. Amma mənim evim bu evə bitişiydi. Bu evi vursa mənim evim də gedəcək. Bu evi almışam, deyəcək, mən sökürəm bu evi. Bu evi almışam, sökürəm. Bunlar hamısı bir-birinə bitişiydi. Yəni bunu nə etmək lazımdır? Kimə şikayət eləmək lazımdır? Hara şikayət eləmək lazımdır? Cənab prezidentimiz İlham Əliyevə yazılı şəkildə şikayət elədi. Çəkilişlərimiz gəldi. Azərbaycan televiziya kanalları hamısı gəldi, bir-bir çəkiliş elədilər, göstərdilər, ictimailəşdirdilər. Amma cənab prezidentimizin qoyduğu qanunlar, sərəncamlar, dediyi sözlər, ağzından çıxan ki sözlər ki var, məsəl üçün insanları incitməyin, xalqıma xidmət eləyin. Nazirlərimizə, deputatlarımıza, icra başçılarımıza, şirkət nümayəndələrinə dəfələrlə dedikcə, bunlar mən görürəm ki, cənab prezidentimizi belə dinləmirlər. Cənab prezident, sizə güvənirik, sizin siyasətinizə güvənirik.